Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Yenə də ruqiyyə, şəri ruqiyyə haqqında silsiləvi dərslərimiz davam eləyir. Artıq 10-cu dərsdir bu barədə. Allah həmd olsun. Və bugün götürəcəyimiz 3 qısa mövzu var. Onlardan birincisi şeytanı böyütməkdən, yəni insanın özünü qoruması. Bu bizim hər birimizdə görürsən ki, bəzən xəta olaraq baş verir. Və yaxud da Allah qorusun, insan bəzən görürsən ki, şeytandan, cinlərdən qorxusu hətta şirk dərəcəsinə belə gəlib çıxa bilir. İnsan belə şeylərdən uzaq olmalıdır. İnsan tövhidi nə qədər güclü olarsa, insan Allahdan başqasından qorxmaz. Kim olur olsun. Şeyx buyurur ki, ey bu xəstəliyə düçar olan, ey məsələn sehrə, cin dəyməyə, cin toxunmaya və yaxud da həsəd xəstəliyinə, yəni ki, yoluxan insan deyir, diqqətli ol məsələdə. Ola insan xəstələnsin, məsələ diqqətli ol ki, o şeytanın sənə verdiyi əziyyətləri çox xatırlama və həmçinin onları gözündə böyütmə və fikrini ancaq onlara yönəltmə. Bütün işi, gücü cinlərə bağlama, sehrə, gözdəyməyə, həsədə bağlama. Yəni, dərdisərin bu olmasın. Və cinlər belə etdi, onlar belə hücum elədi. Yəni, bu şeylərə şikayətlənib, yəni onu əzəmətləndirmə. Çünki şeytanı sevindirən və onun xoşuna gələn şeylərdir bunlar. Və bu insanın xəstəliyini daha da artırır. Və insan əksinə bu şeyləri yada salmağı tərk eləməlidir. Və qəlbini bu şeylərdən uzaq tutmalıdır ki, və ya qəlbini yalnız Allaha bağlamalıdır ki, xəstəlik ondan uzaqlaşsın və xəstəliyin sağalması tezləşsin. İnsan belə şeylərdə şeytanı dərd eləməməlidir, cinləri dərd eləməməlidir. Bəzən bizdə də bu yayılıb. 3 əlifli, nə bilim, adın demir ki, 3 əlifli nəsə olar və yaxud da deyir, ondan çox danışanda bəli eləyərsən, həll eləyərsən. Bu hamısı, yəni onu sevindirən şeylərdir. Və şeyx bu barədə 2 dənə hədis zikr eləyir. Onlardan birincisi Əbu Məlih rəhməhullahdan gəlir. O da sahabələrdən birindən zikri hədisi danışır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrindən biri deyir ki, mən Allah Rəsulü sallallahu əleyhi və səlləmlə bərabər minikdə idim. Miniyin üzərində idim. Bu zaman deyir, həmin o mini büdrəyir. Yəni ki, ayağı büdrəyir və sahabə deyir ki, dedim ki, təisə şeytan. Yəni şeytan məhv olsun. Yəni həlak olsun. Bizdə məsələn lənət şeytana deyilmir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o buyurdu ki, mənə ki, şeytan məhv olsun demə. Deyir, çünki sən bunu dedikdə deyir, şeytan özünü böyüdər, hətta ev boyda olar. Və deyər ki, bu mənim gücümlə oldu. Lakin bismillah de, çünki sən bunu dedikdə o kisilər hətta milçək boyda olar. Yəni, bu hədisdə nə var? Bu hədis bizə xatırladır ki, insan hər hansı başına bir iş gəldiyi zaman, yəni bunu şeytana bağlamalı deyil, bunu Allahın qədərinə bağlamalıdır. Və çünki insan əgər belə deyərsə ki, məhv olsun şeytan, sanki şeytan bu hadisədə özünün bir təsirini, bir rolunu bilər ki, bunu meylədim, özünü kimsə görər və bununla da o özünü böyüdər. Lakin bismillah deyəndə sən deyirsən ki, yəni bu Allahın əmri və qədəri ilə baş verib və bununla Allaha sığınırsan, ondan kömək diləyirsən və bu da şeytanı balacalaşdırır, kiçikləşdirir. Və bu hədisdə alimlər zikr edirlər ki, şeytanın böyüməsi və balacalaşması, yəni bir rəydə deyirlər ki, bu həqiqi mənadadır. Bəziləri ki, xeyr, bu məcazdır. Yəni orada şeytanın böyüməsi və balacalaşması, yəni şeytan bununla özünü kimsə görür, böyük görür. Və yaxud da ki, sən onu bismillah deyəndə, onu yada salmayanda şeytan alçalır və kisilir. Və beləncə, yəni təfsirlər deyənlər var. Və ikinci hədisdə isə Cəbir radiyallahu anh gələn hədisdə deyir ki, bir ərəb
Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir və deyir ki, mən yuxuda gördüm ki, başım kəsilib və mən də onun arxasınca gedirəm. Yəni başımın dalınca gedirəm yuxuda. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu qadağan edir və deyir ki, buyurur ki, şeytanın yuxuda səninlə oynamasını insanlara danışma. Şeytanın səninlə yuxuda oynamasını insanlara danışma. Yəni, bu hədis də nəyə göstərir bizə? Yəni, ola bilər ki, insan bilir ki, yuxular müxtəlif olur da və onlardan biri də yəni şeytanların insanlara əziyyət verməsini o yuxuları görürlər və bu yuxuları insanlara danışmaq lazım deyil. Çünki bu yuxulara insan gərək fikir verməməlidir, əhəmiyyət verməməlidir. Ümumiyyətlə, pis yuxuya insan nə etməlidir? Allaha sığınmalıdır. O yuxunu heç kəsə danışmamalıdır. Yaxşı yuxunu isə, yəni yaxşı insanlara danışırsan ki, onu xeyrə yolsunlar. Ona görə də insan, bu iki hədis bizi niyə göstərir? İnsan şeytanları əzəmətləndirmək, onları böyük göstərmək, bədəndəki xəstəlikləri onlara bağlamaq və onlar haqqında zikr eləmək, bunlar yaxşı şeylər deyil. Əksinə, şeyx buyurur ki, ey xəstəliyə düçar olmuş qardaşım, yəni özünü deyir, özünü şəriətin sənə əmr etdiyi o müalicə üsullarını müalicə elə və bununla yanaşı da şeytanı zikr etmə, çox yada salma və onun haqqında həddindən artıq düşünmə. Çünki deyir, belə deyəndə o deyir, məğlub olur və zəifləyir. Bəzən danışa bilərsən müəyyən təcrübə sahiblərinə ki, mənim başıma belə şeylər gəlir, sənə müəyyən məsləhətlər vermək üçün. Amma hər adama bu şeyləri insan gərək danışmamalıdır. Və əgər şikayət eləmək istəyirsənsə, şikayəti bildirmək istəyirsən, şikayət kim olunmalıdır? Kim olmalıdır? Bəli, aləmlərin Rəbbinə. Get, öz dərdi, sərvi, sıxıntılı kimə bildir? Bəli, şəfaat sahibinə. O inşallah sənə, yəni ki, bunda yardım eləyər. Və şeyx buyurur ki, bəzi şeytanların halı itlərin halına bənzəyir. Deyir, it sənə hürəndə, əgər ona tərəf dönsən və ona qorxduğunu göstərsən, daha da hürməni çoxaldacaq, daha da cumacaq. Lakin sən ona, yəni ki, ondan qorunmaq üslublarını götürərək ona fikir verməsən, ona diqqət eləməsən, o da hürməyini saxlayacaq və səndən uzaqlaşacaq. Şeytan da belədir. Nə qədər onu zikr edirsən, daha da üstüvə gəlir, hücum edir sənə. Və bu barədə İbn-i Qayyim rəhməhullahın gözəl sözü var. İbn-i Qayyim rəhməhullah deyir ki, yəni qəlbin o xəstəliklə, şeytanla məşğul olmaqdan və onun haqqında düşünməkdən boş qalması, insanın hər dəfə o barədə fikir ağlına gəldikdə onu zehnindən silməyə çalışması, ona əhəmiyyət verməməsi, ondan qorxmaması, qəlbini o haqqında düşüncələrlə doldurmaması bu müalicənin əsasıdır. İnsan əgər müalicə olmaq istəyirsə, birinci növbədə qəlbindən onun əzəmətini çıxartmalıdır, onu böyütməməlidir qəlbində. Və deməlidir ki, o heç kəsdir. Və bu müalicədə ən fayda verən və şərin qarşısını almağa kömək edən ən böyük üslublardan biridir. Hətta şeyx gətirir burada ki, yəni ki, bu xəstəlikdə çox böyük faydası olan bir şeydir. İnsanın xəstəliyə fikirləşməməsi. Bu, həm ruhi xəstəliklərdə belədir, həm bədəni xəstəliklərdə belədir. Ruhi xəstəliklərdə sən belə eləyəndə şeytanı məhv edirsən, onu kisildirsən və o yüzden başa düşür ki, sən heç nə eləyə bilməyəcəksən, o etiqaddasan. Yəni, sonra qalib gələcəksən. Bədəni xəstəliklərində isə, məsələn, insan xəstədir, hansı bir xəstəlik var onda, xərçəngdir və ya digər böyük xəstəliklərdir. İnsan gəl fikirləşməsin o barədə çox. Bu, onun immunitetinə birbaşa təsir edən şeydir. İnsanın bədənini o xəstəliklə mübarizə aparmağın qabağını alır. O şeyləri çox qəlbə salmaq. İnsanı zəiflədir, insanı həvəsdən salır, insanı acizləşdirir. Bir də görürsən ki, insanda demək olar, elə insanlar var ki, hətta görürsən, heç nə yoxdur, onda adı o fikirdən ürəyə partlayır onun. Ancaq fikir çəkir insan, sapsarı o rəngi. Ancaq başında xəstəliyin fikridir. İnsan belə olmalı deyil. Yəni ki, əlhəmdülillah, xəstəlik Allahdandır, onun müalicəsi də Allahdandır və Allahın izni ilə Allah Əzzə və Cəllə, yəni ki, bu xəstəliyi səndən qaldırmağa qadirdir. Onu sənə veribsə, yəni onu aradan qaldırmağa da qadirdir. Ona görə də yəni ki, narahat olmağa dəyməz. Və ikinci məsələ, bu məsələdə səbir və səbrin xəstəlikdəki təsiri.
və ya müalicədəki təsiri. İnsanın qəza və qədərə nə qədər imanı güclü olarsa, bu insana çox fayda verən şeylərdəndir. Ümumiyyətlə, qəza və qədərə iman eləmək insana çox məsələlərdə yardım edir. İnsanın dilini şikayətdən qoruyur, insanı möhkəm eləyir, insanı güclü bir mömin eləyir. Və şeytanların əziyyətini dəf eləməkdə, sehirbazların hiləsindən uzaq durmaqda sənə çox böyük yardım eləyir. Allah Subhanahu taala buyurur ki, Musa əleyhissalam dili ilə ki, Musa əleyhissalam öz qövmünə nə deyir? Və in tasbiru və təttəqu. Əgər səbr etsəniz və Allahdan qorxsanız, la yadurrukum keyduhum şeyə. Onların hiləsi sizə heç bir şey zərər verə bilməz. Deməli, insanın düşmənin zərərindən qorunmaq üçün 2 şərt qoydu burada. Nədir? Səbr etmək, səbirli olmaq və həmçinin də Allahdan qorxmaq. Bu 2 şey olanda insan mütləq qalib gəlir. Mütləq. Çünki Peyğəmbərin dili ilə vəd olunan bir əmirdir bu. Peyğəmbərlər bir şey vəd veriblərsə qövmlərinə, o haqdır. Heç vaxt yalan ola bilməz. Lakin Bəni İsrail eləmədi bunu. Riayət eləmədi. Ona görə də əziyyətlərə düçar oldular. İbn-i Qayyim rəhməhullah deyir ki, Allah Subhanahu taala səbri deyir, büdürəməyən bir minik, kütləşməyən bir qılınc, məğlub olmayan bir ordu, dağılmaqdan və yəni ki, o uçulmaqdan məhrum olan möhkəm bir qala edib insansın. Səbirlə qələbə deyir, bir-birinə doğma olan 2 qardaşdır. Qələbə səbirlə bərabərdir. Necə ki, hədisdə gəlir? Qələbə səbirlə birlikdədir. Qurtuluş, sıxıntı, insanın qurtulması sıxıntıyla birlikdədir. Və asanlıq, çətinliklə birlikdədir. Ona görə deyir ki, səbir öz sahibinə, yəni heç bir silahı və sayı olmadan nə qədər insanlara qalib gəlməyə yardım edib, deyir. Ona görə deyir, qələbəyə nisbətdə səbrin yeri bədəndəki başın yeri kimidir. Sən qələbə qazanasansa, mütləq səbirli olmalısan. Səbir edib Allahdan yardım diləməlisən, mütləq Allah Subhanahu taala yardım verəcək. Və ona görə də xəstə insan Allahın qədərindən daima razı olmalıdır. Bu çətin qədərindən daima razı olmalıdır. Və ən əsas da Allahın səbr edənlərə verdiyi mükafatı xatırlamalıdır ki, səbrin hansı mükafatı var? Çox böyük mükafatları var səbrin. Burada şeyx bir neçə hədisi zikr edib. Onlardan birincisi Ənəs bin Malik radiyallahu anh gələn hədisdədir ki, deyir ki, şübhəsiz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, şübhəsiz ki, mükafatın böyüklüyü bəlanın böyüklüyü ilədir. Bəla nə qədər, imtihan nə qədər böyük olacaqsa, onun mükafatı qat-qat o qədər böyük olacaq. Həqiqətən deyir, Allah bir qövmü sevdikdə onları imtihanı çəkər. Kim Allahın qədərinə razı olarsa, onlar üçün Allahın razılığı var. Kim narazılıq edib qəzəblənərsə, onlar üçün Allahın qəzəbi var. Ona görə insan imtihan olunduğu zaman razı olmalıdır, səbr eləməlidir. Və bilməlidir ki, imtihanın ağırlığı mükafatın böyüklüyünə görədir və qələbənin tez yaxında olduğuna görədir. Nə qədər böyüyürsə, insan bilməlidir ki, yardım yaxındadır. Və ikinci hədisdə İbrahim bin Məhdi Əs-Suləmi rəhməhullah, o da atasından, o da babasından rəvayət edir ki, onun babası sahabə olub. Deyir ki, onun babası rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim ki, deyir ki, həqiqətən deyir, əgər Allah bir qul üçün öz yanında elə bir məqam yazar ki, öz yanında elə bir məqam təyin edir qulu üçün ki, qul həm öz əməllərinin o məqama çata bilməz. Yəni, öz əməllərini o məqama əldə edə bilməz. Allah Subhanahu taala o quluna malında və ya övladında onu müsibətlərlə imtihana çəkər. Və sonra ona bu müsibətlərə səbr etməyi nəsib edər. Və nəticədə onu Allahın onun üçün əvvəlcən təyin etdiyi o həmin məqama çatdırır. Ona görə insan gərək başına gəldiyi müsibətləri hiss gördüyü zaman bilməlidir ki, bu mükafata görədir. Və ya günahlarını silməyi üçündür. Allah onun üçün xeyir istəyir, səbirli olmalıdır.
və qorxmalıdır ki, bu mükafatı itirər. Hətta sələflərdən gəlib ki, övladı ölür, yoldaşı gəlib zövcəsinə deyir ki, səbirli ol ha, nə barədə danışasan. Bu böyük mükafatdır. Deyir ki, bu mükafatı itirəcək qədər ağılsızam ki, mən danışım, deyir. Zövcəsi deyir ona. Yəni, görün, imana var ikisində də. Yəni ki, ağılsızam ki, bu mükafatı itirim, danışım ki, itirim bu mükafatı. Onlar belə şeyləri görəndə bilirlər ki, Allah onlar üçün nəsə istəyir, böyük şeylər istəyir. Və səbir eləyirdilər. Və bu mükafatı Allahdan umurdular. Ona görə insan gərək belə şeylərdə diqqətli olsun. Yəni, ola bilər ki, insan həqiqətən öz əməllərinin o məqama çata bilmir. Allah Subhanahu ona çoxlu imtahanlar göndərir və səbr elədiyinə görə o imtahanlara Allah Subhanahu ona ya malında, ya övladında imtahana çəkir, ya maddi itkisi olur, ya övladı ilə bağlı müsibətlər üz verir ona. Və bu şeylərdə səbr eləyərsə, böyük mükafata sahib olur. Həmçinin Ata bin Əbi Rabah rəhməhullahdan, İbn Abbasın tələbəsidir. Deyir ki, mənə İbn Abbas dedi ki, sahabə kimə deyir? Tabiinə. Nə deyir? Deyir ki, sənə cənnət əhlini göstərim, gəzir ayaq üstə, göstərir ona. Görmüşdü tabiin əmin cənnət əhlidir. Onu göstərir ki, gəl sənə göstərim o qadını. Sahabə tabiinə göstərir. Deyir ki, sənə qadını göstərim ki, o cənnət əhlidir. Şahid olurlar ki, Peyğəmbərimiz onu müjdəliyib sağlığında. Nə üçün müjdələmişdi? Mən dedim ki, bəli, göstərdi ki, bu qadın, qara qadın. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəl o qadın. Deyir ki, mən deyir, özümdən gedirəm. O xəstəlik olur onda. Və deyir, mən özümdən getdiyim zaman paltarım açılır. Qorxuram ki, açılmasın paltarım. Baxın qadınların imanına. Hətta o anda belə istəmirlər paltarları açılsın. Amma bugün müsəlmanların halına bax, hicabı açan bacılarımız var. Hicabı moçun taxan bacılarımız var. Nə cavab verəcək Allaha? Bu qadın deyir ki, xəstəlik, onun üçün bəlkə üzr idi o. Amma deyir, Allaha dua elə ki, mənim üstüm bağlansın. Yəni, özümdən gedəndə belə üstüm açılmasın. Açılır üstüm, o xəstəlik məndən geçsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənim üçün dua elə. Bu hədis dəlildir ki, gedib bir salih insana demək olar ki, mənim üçün dua elə. Sağlığında. Sağ olar, gedib ona deyə bilərsən ki, mənim üçün dua elə. Düzdür, yaxşı şey deyil bu. Tövhidi güclü olan insan özü üçün özü çox dua eləsin. Amma deyə bilərsən, icazəlidir. Və bu qadın da gedir Allah Rəsuluna deyir, mənim üçün dua elə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, istəyirsən səbr eləyəsən və cənnəti qazanasan. Və yaxud da istəyirsən mən sənin üçün dua eləyim, Allah sənə şəfa versin. Fikir ver. Və o da deyir ki, mən səbr eləyəcəm. Və sonra deyir ki, mənim üçün dua eləyir ki, üstüm açılmasın. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onun üçün dua eləyir ki, Allah Subhanahu taala onu örtsün, üstü açılmasın. Və onun üçün dua eləyir. Hətta bəzi alimlər bu hədisdən dəlil götürürlər ki, həkimə getmək olmaz xəstələnəndə. Bəzi alimlər bu rəydə gəliblər ki, xəstəliyin mükafatı o qədər böyükdür ki, gəlib həkimə demək olmaz müalicəni. Yəni, hətta belə deyənlər var. Görün, xəstəliyin insan bədənində qaldığı müddətcə hansı faydaları var, hansı savabları var. İnsana cənnəti qazandırır. Ona görə insan nə qədər xəstəlik böyük olarsa, xəstəliyi nə qədər ağırlı olarsa, genişliyi yerlər, göylər qədər cənnətə girdiyi zaman bir an o cənnəti görəndə bütün ağrılarını unudacaq. Həmçində əksi. İnsan dünyada nə qədər nemət içində olarsa, bir anlıq cəhənnəmə girəndə bütün o nemətləri unudacaq. Necə ki, Ənəs ibn Məlik radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü dünya əhlindən ən çox nemət və rahatlıq içində olan bir nəfər, lakin həmin adam cəhənnəm əhli olacaq. Onu cəhənnəmə gətirəcəklər, o cəhənnəmə bir dəfə salınacaq və sonra ona deyiləcək, ey adam oğlu, heç bir xeyir və nemət gördünmü? Heç sənə bir rahatlıq, bir firavanlıq üz verdi mi? O deyəcək, xeyir, Allah'ın da olsun ey Rəbbim. Unudacaq hər şey. Sonra dünya həyatında insanların ən çox əziyyət və sıxıntı çəkəni olacaq, lakin cənnət əhli olacaq. Onu gətirəcəklər və onu cənnətə bir dəfə daxil eləyəcəklər və sonra ona deyiləcək,
Ey adam oğlu, heç bədbəxtçilik, sıxıntı gördünmü? Heç sənə bir çətinlik gəldimi? O isə deyəcək, xeyr, Allaha and olsun ey Rəbbim. Mənə heç vaxt bir bədbəxtçilik, heç vaxt bir çətinlik üz verməyib. Bu da onu göstərir ki, insan nə qədər çətinliyi, yəni böyük olsa da, əziyyəti ağır olsa da, bilsin ki, vallahi, yəni o əgər cənnət əhli olacaqsa və necə ki, bunun xəstəliyi mükafatı cənnətdir, buna görə səbr eləməyə dəyər. Dilvi şikayətdən, dilvi başqa şeylərdən qoru ki, mükafatı və təsir eləyər. Və sonuncu mövzu xəstəliyə qarşı mübarizə aparmaq və onu müqavimət göstərmək. Bu da xəstəliyə ən böyük təsir edən şeylərdəndir. Yəni, aciz olma xəstəliyin qabağında. Gəldi sənə, dilvi şikayətdən qoru, qəlbindən o xəstəliyi, səbəblərini əzəmətləndirmə, qəlbindən çıxart və müdafiə olun ona, ged ona tərəf, ged onun üstünə. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əl-mu'minul qaviyyu xayrun və əhabbu ilallahi minəl mu'minid daif." Güclü mömin Allaha zəif mömindən daha sevimlidir və xeyirlidir. Həm xeyirlidir, həm də sevimlidir. Və hər birində sonra deyir ki, hər birində xeyir var. Və sonra buyurur ki, sənə faydası olan işləri görməyə çalış və Allahdan kömək dilə, acizlik göstərmə. Bu çox gözəl qaydadır. Sənə nə fayda verir, get onların dalıyca. Acizlik etmə. Və Allahdan da bu barədə yardım istə. Və sonra deyir ki, şeytanları dəf etmək, sehiri, gözləyməni insandan onun təsirini uzaqlaşdırmağın ən böyük faydalarından biri də insanın onlara qarşı mübarizə aparması və onlara qalib gəlməkdə acizlik göstərməməsidir. Çünki insan nə qədər acizlik göstərərsə, o məlun, yəni səndə olan o sehir, o cin, şeytan güclənir və təsir daha da böyüyür. Şeyx burada gözəl bir də misal çəkir. Bunun misalı nəyə bənzəyir deyir. Deyir, biri səni əsir tutub, əllərini bağlayıb. İpi sənin əlindədir. Səni dartır. Sən ona tərəf gedəndə əsir olacaqsan onun, olacaqsan. O sən hara istəsə aparacaq səni. Amma sən dayanırsan, qoymursan, heç yəni getmirsən. O dartdıqca sən dayanırsan. Ona qədər müqavimət göstərirsən, yerindəsən. Ən gözəli isə sən onu əsrə çevirirsən. Daha da onun əksini çəkirsən. Ona güc gəlirsən, əksinə o bir səni çəkirdi, sonra sən onu çəkirsən dalınca və istədiyin yerə onu aparırsan. Deyir, qaça bilirsə, qaça biləcək. Qaça bilmirsə, o sənin əsrə çevriləcək. Həqiqətən də bu belədir. Cin çıxardan vəziyyətdə gedirsən onun üstünə, onu elə günə qoyursan ki, qaçır. Ya təslim olur, ya məhv olur. Ona görə də insan xəstəliklə mübarizə aparmalıdır. Və şeyx burada çox gözəl bir neçə misal çəkir. O misallardan birincisi, ən çox baş verən bu günləri ər-arvad arasında baş verən münasibətlərdir ki, hansı ki münasibətləri dağıtmaq üçün ellərdir. Ona deyirlər, atf və sarf, sehrin növləridir. Quran-ı Kərimdə gəlib o ayə. Bəqərə sözü 102-ci ayda. Yufərriqunə bihi beynəl mər'i və zəvci. Onunla ərlə arvada ayrılırlar. Nə edirsən deyir burada? Ər-arvad daha da bir-birinə yaxın olur. Biri evin bir küncündə, biri bir küncündə oturmur ki, bunda sehir var, bir də məni xeyr. Əksinə daha da münasibətlərə qurursan. Daha da sənə ayırmaq istəyirsə, sən üstünə gelsən onun. Hər gün zövcünlə hətta bacarırsansa yaxınlıq edirsən. Bacarırsansa onunla münasibət qurursan. Bu onu məhv edən şeydir. Və bunu yəni ki təcrübədən keçirilib və çox dəhşətli faydası olub bunun. Hətta mən deyərdim ki, oxuduğun şey, o şey ondan daha çox təsirli ona. Və həmçinin sonra bunu suallar verirlər bəzən qardaşlar. Deyir ki, ticarətdə işlərim alınmır. Bu da var sehir. İnsanın işlərini dala aparmaq üçün ticarəti məhv edir insanın. İnsanın işləri alınmır. Ticarətində problemlər çoxalır. Deyir, əksinə həmin ticarəti daha da möhkəmləndirirsən. Allahdan yardım istəyib o ticarətin üstündə daha çox işləyirsən. Və çalışırsan ki, o ticarətdə xeyir əldə edəsən, gəlir əldə edəsən. Yəni, sənin nə gəlibsə onun əksini edirsən, onun üstünə gedirsən sən. Bu daha böyük faydası olur. Və həmçinin də sehirin növlərindən biri deməli nədir? İnsanı itaətlərdən yayındırır. Görürsən ki, insan itaətlərdə güclü olan birisi olub, fəal olub. Sonra bir müddətdən sonra görür ki, insan dala gedir, itaətlərdə zəifləyir.
Baxır ki, heç bir asiliyi yoxdur. Heç bir günahı, böyük günahlara düşməyib, amma ibadətlərdə həvəssizdir. Deyir, daha çox Allahın qabağında durmağa çalışırsan, qiyamı uzadırsan, zikirləri daha da çoxaldırsan, bu bir müddət davam edir. Sonra yox olub gedir. Və həmçinin də sehrin növlərindən insanı özünə qapadır. Bir də görsən ki, qardaşdır, illərlə cəmaat içində olan insan da özünə qapanır. Gedir, otur evdə, bayıra çıxmır. Çalışmaq lazım ki, o adamı ünsiyyətə sövq eləyəsən. Qardaşlarla oturub dursun, insanlarla qaynayıb qarışsın. Və bu, o sehri məhv olunması üçün ən böyük təsirlərdəndir. Ona görə də bu şeylər insan diqqət eləməlidir. Ona görə də bu şey çox böyük, yəni ki, çalışma tələb edir insandan, həmçinin davamiyyətli olmaq tələb edir insandan və həmçinin də bu şeylər hamısını Allahdan yardım istəmək. İnsan nə qədər belə şeylərdə davamiyyətli olarsa, çətin də olsa, çalışarsa, vallahi Allah ona yardım edəcək. Allah nədir Quran-Kərimdə? وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Yəni bizim yolumuzda cihad edənləri, çalışanları mütləq öz yolumuza yönəldəcəyik. Və şeyx burada gözəl bir fayda gətirir. Deyir ki, bəzən xəstənin vəziyyəti xəstəliklə mübarizə apardıqca şiddətlənir. Bu hələ bilir ki, daha da pisləşir vəziyyəti. Lakin bu deyir, müalicənin sonudur gedir. Yaxşılaşmağa doğru gelsən sən. O proses sadəcə səni qorxuzmaq üçün həll eləyir. Davamiyyətli ol. Ona görə ki, qələbə yalnız səbirləndir. O bir anlıq səbr elə, biraz səbr elə, döz, kesib gələcək. Deyir ki, acı dərmana bir neçə gün, bir neçə saat dözmək, illərlə xəstəliyin əzabını dözməkdən daha yüngüldür. Səbr elə, biraz döz, İnşallah kesib gələcək. Ona görə insan gərək bu şeylərə diqqət eləsin. Bu şeylərdə yəni ki, möhkəm olsun. Və həmçində bilmək lazımdır ki, sən nə qədər bu xəstəliklə mübarizə aparsansa, sən nə qədər acı çəkirsənsə, bu sehri eləyən adamlar yoxdur. Onlar səninlə bərabər daha şiddətli əzab çəkirlər. Və şeytanlar da, cinlər də, səndə olan cinlər də daha çox əziyyət görürlər. Yadda saxla bunu. Sən bir də əziyyət çəkmirsən. Sadəcə müharibədəsən. Necə ki, Allah Subhanahu taala cihad ayəsinə görə nə gətirir? Deyir ki, kafir qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz döyüşdə ağrı acı çəkirsinizsə, onlar da sizin kimi ağrı acı çəkirlər. Yəni siz eləyirsiniz, onlar da çəkir. Səbirli olun. Fəqət siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şey biləndir, hikmət sahibidir. Onların heç bir umacağı yoxdur amma. Sən nə umursan? Bilirsən ki, başına nə gəlsə hamısı Allahdandır, mükafatın var, dünyavu dəyişsin, inşallah ki, şəhidlərdənsən, sağ da qalsın, mücahidlərdənsə mücahidin savabı gəlir sənə. Amma onlar nə umurlar? Azı çəkə-çəkə heç bir şey də ummurlar. Onlar əziyyət görürlər. Amma sənin əziyyətində böyük əcr var, böyük savab var. Ona görə insan gərək xəstəlikdə acizlik eləməməlidir. Acizlik göstərməməlidir. Əksinə xəstəliyi düzgün şəkildə müalicə eləməlidir. Dedik, burada hansılar olmalıdır? Birinci növbədə o xəstəliyi və yaxud o xəstəliyin səbəblərini əzəmətləndirməmək, qəlbindəki o şeytanları böyütməmək, səni təsir edən o sehri böyütməmək, fikirləşmək və çıxardı onu başından. Və ikinci, səbr eləmək. Müalicə tamamlanana qədər səbr elə. Bil ki, bunda böyük savab var, mükafat var. Səbr eləyəndən mükafatını sadaladıq. Və üçüncü də müqavimət göstərmək. Hansı şeydə sənə sehr olunubsa, hansı şeydə sənə o şey olubsa, əksinə onun üstünə ged o şeydə. Acizlik göstərmə. Onda vallahi, yəni böyük təsirin görəcəksən, böyük savabını görəcəksən. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizə faydalanlar eləsin. Düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi səhbə ecmaîn.